Məni izləyən hər kəsə Allahın salamı olsun. Bu günləri mən sizlərlə 90-cı illərin ən sevilən pirojnalarından biri olan kirpi pirojnasının hazırlamasını paylaşacağım. Hazırlaması çox asan, tərkibi çox sadə ərzaqlarla, ancaq hər kəsin bəyəndiyi, yəni kiçikdən böyüyə hər kəsin hər zaman doya-doya, sevə-sevə yediyi məhz kirpi pirojnasının ən asan üsulla və ən ləzzətli üsulla hazırlamasını paylaşacağım sizinlə. Videoya keçməmişdən öncə videomu bəyənsəniz, kanalıma dəstək olmaq üçün videonun aşağısındakı like işarəsini basmağı unutmayın. İndi isə keçək hazırlama qaydasına. Öncəliklə 6 ədəd yumurtanın ağını sarısından ayırıram. Ağını mikserin qabına əlavə edirəm. Üzərinə 1 çimdik duz əlavə edirəm və mikserin ən yüksək dərəcəsi ilə başlayıram yumurtanı ta ki ağarıb bərkiyənə qədər çalmağa. Yumurtanın ağarıb bərkidikdən sonra şəkər tozu əlavə edəcəm. İndi deyəcəksiniz ki, niyə sarısı ilə ağını ayırıram? Ümumiyyətlə pirojnalarda tərkibinə belə deyim də, başqa un, şəkər tozu və yumurtadan əlavə tərkibinə başqa ərzaq qatmadığınız bütün biskvitlərdə, pirojnalarda mütləq yumurtanın ağı ilə sarısını ayırmaq lazımdır. Və yumurtanın ağı bərkidikdən sonra üzərinə yavaş-yavaş 200 qram şəkər tozu əlavə edirəm. Yəni 1 stəkan şəkər tozu əlavə edirəm. Çox şirin xoşlamırsınızsa stəkanın başından 1 barmaq, 2 barmaq əskik yəni əlavə edə bilərsiniz. Çünki krem özü tərkibində şirinliyi olur. Və yumurtanın ağı ilə şəkər tozu da yaxşı-yaxşı qatlaşdıqdan sonra yumurtanın sarısını əlavə edirəm. Və qarışımın tərkibi ta ki ağarana qədər çalmaq lazımdır. Və qarışım tam rəngini dəyişdikdən sonra, ağardıqdan sonra 1 paket qabartma tozu, 1 paket vanil əlavə edirəm və 1 stəkan və 3 dolu xörək qaşığı un əlavə edirəm. Unu mütləq ələkdən keçirtmək lazımdır ki, biskvit daha havalı olsun. Stəkan ölçüm 200 ml stəkanladır. Və unu əlavə etdikdən sonra yumurtalı qarışımı aşağıdan yuxarıya doğru taxta qaşıqla qaçışdırmaq lazımdır ki, yumurta sönməsin. Və diametri 32 sm olan soba listimin içərisinə yağlı kağız əlavə edirəm, daha doğrusu sərirəm və üzərindən xəmiri əlavə edib hər tərəfə eyni bərabərlikdə yayıram və soba listini, sobanı da əvvəlcədən 180 dərəcədə alt-üst rejimdə qızdırıram və elə 180 dərəcədə alt-üst rejimdə 15-20 dəqiqə ərzində bişirirəm. 15-20 dəqiqədən sonra gördüyünüz şəkildə biskvit artıq hazırdır. Çöplə yoxlayıram. Əgər çöpün üzəri qurudsa, demək ki, içərisi də tam bişibdir. Və qoyuram tam soyusun. Tam soyuduqdan sonra baxın, belə bir yüngül, çox xəfif, yumuşaq bir korja alınacaqdır və stəkanın ağzı ilə yumru-yumru kəsirəm. Belə figur kəsənlər də var, amma yoxdursa evdə, məndə məsəl üçün yoxdur. Çünki mən elə həmişə stəkanın ağzı ilə kəsmişəm biskviti. Və biskviti gördüyünüz kimi bu şəkildə kəsirəm. Kəsdiyim biskvitləri yığıram bir qaba. Kənarlarını isə əlimlə yaxşı-yaxşı oxalayıram, ovuntu halına gətirirəm. Və gördüyünüz kimi bu kənarlarından çıxan ovuntudur. Mən krem olaraq qaymaqlı kremdən istifadə edirəm. Qaymaqlı kremin hazırlamasını kanalımda dəfələrlə paylaşmışam. Baxmayanlar üçün videonun alt bölümündə linkini yerləşdirəcəm. Və biskvitləri, belə deyim də, islatmaq üçün bişmiş qatlaşdırılmış südün üzərində bir dolu xörək qaşığı bişmiş qatlaşdırılmış südün üzərinə qaynar su əlavə edirəm. Çox da qaynar olmayanda, belə deyim, ilıq su əlavə edirəm və yaxşı qatışdırıram. Əgər evdə sizdə bişmiş malako yoxdursa, onda adi şərbətlə də edə bilərsiniz və yaxud da mürəbbə şirəsi ilə də edə bilərsiniz və yaxud adi qaynar südlə də edə bilərsiniz. Yəni, bu sizin öz əlinizin altında olan ərzaqa baxır. Amma bişmiş malako ilə dadı müsbət olur da, çox dadlı olur. Və bir-bir kəsdiyim biskvitlərin üzərini malako ilə isladıram. Belə. Və eyni qaydada hamısını bu şəkildə üzərini bişmiş malakolu qarışımla şirələyirəm də belə.
Əslinə qalsa mən heç biskvitləri şərbətlə şir eləməyi heç sevmirəm qətiyyən. İndi məsəl üçün çox tort evlərində məsələ şərbətlə, yəni şir eləyirlər, amma qətiyyən mən sevmirəm. Çünki bir gün qaldıqdan sonra tort və yaxud da biskvitlər linç kimi olur. Ona görə də çalışın bu cür qatlaşdırılmış malakoyla və yaxud da adi skuşonlu malakoyla biraz su qatın, qaynar, yəni ilıq su qatın, ondan sonra qatışdırıb biskvitləri isladın və yəni bütün biskviti şirələdikdən sonra üzərinə bolca qaymaqlı krem əlavə edirəm. Kənarlarına da krem çəkirəm və ovuntu halına saldığım qırıntıları üzərinə və kənarlarına gördüyünüz şəkildə belə səpirəm və eyni qayda ilə hamısını bu şəkildə hazırlayıram. Krem olaraq bişmiş kremdən də istifadə edə bilərsiniz, amma biraz qatı, yəni bərk olmalıdır və yaxud da yağlı kremdən də istifadə edə bilərsiniz. Amma ən ləzzətli, ən dadlı yayda, yəni hazırlayacağınız kirpi pirojnasını mütləq belə deyərdim, qaymaqlı kremlə edin. İnanın ki, elə biləcəksiniz ki, marojna yiyirsiniz, yəni o qədər ləzzətli və dadlı olur. Və budur artıq pirojnalar hamısı hazırdır. 1 saat dinləndirdikdən sonra məsələn süfrəyə təqdim edə bilərsiniz. Amma mən heç 1 saat da gözləməyəcəm. Sizə kəsib göstərəcəm. Necə yumuşaqdır, çox dadlıdır. Bilənlər bilir, bilməyənlər üçün də deyim ki, inanın ki, hazırlamağınıza peşman belə olmayacaqsınız. Uşaqlar çox sevirlər. Çox yumuşaq, yüngül, xəfif bir pirojnadır. Hazırlayın, siz də nuşucanlıqla yeyin. Bu qədər. Bu mənim sizinlə paylaşmaq istədiyim növbəti bir videoydu. İnşallah ki, bəyəndiniz. Göz haqqınızı halal etdiniz. Allah hər kəsin süfrəsini bol ruzu bərəkətli etsin. Heç kimin gözü, heç kimin qazanında qalmasın inşallah. Kanalımı bəyənirsinizsə, abunə olmağı unutmayın. Videomu bəyəndinizsə, like edərək kanalıma dəstək ola bilərsiniz. Şərhlərinizi oxumaq hər zaman mənim üçün xoşdur. Sağ olun, salamatla qalın.